6 otaq, 6 otaqdan söhbət gedir, 25.000 manatdan. Allah evi olmayanlara Allah ev qismət edir. Hər kəsə Allahın salamı olsun. Diqqətlə bir dənə qulaq asaq, deyəcəm bu evdə nə iş görüləcək. Və sonda da məlumatınız olsun, biləsiniz ki, bu eviniz Əmirzanda yerləşir. İnşallah mən deməli tam təqdimat edəcəm və tam təqdimatında sizə deyəcəm bu evdə nə iş görüləcək. Gördüyünüz kimi bax, hazırda su aboylarımız alınıb. Aboylar vurulacaq. Hər bir otağın aboyu vurulacaq. Tavan hündürdür və tavanımız hündür olsa da işi görülür, tutarıq. Keçək o biri otağımızdan danışaq. Evlərin divarları qalındır, yəni bunu nəzərə çatdırın biləsiniz ki, divardır. Yəni hazırda 6 otaq 2 mərtəbədən söhbət gedir. Burada da gördüyünüz nə iş varsa görüləcək. Bir dənə poldan başqa, pol bu vəziyyətdə qalacaq. Yəni gələcək kimi alsa özü polu özü vuracaq, nə iş görəcəksə özü görəcək. Əsas ev sahibi tərəfindən nə görüləcək? Aboylar vurulacaq və aboydur, məsələn müəyyən hamamda işlər var, kafir işlər var, onlar təhvil veriləcək yalnız. Qalan nə iş varsa, xırda işlər qalacaq, onu da ev kim alsa, o şəxsin boyunda olacaq inşallah. İnşallah kim alsa, satan da alanda Allah xeyirli versin, buyuraq mən təqdimatı verim. Kimi bura hazırda, bax beləncə bir dənə otaqdır. Yəni mən böyütməli olduğum üzr istəyəm, əlimdə idi böyüdü, amma mən deyirəm, 3-ün 3-ədir. Yəni bu otaq. Bax burada bir dənə belə bir otağı var buranda, pəncərəsi var oranın. Yəni aboylar vurulacaq. Buranın da hardasa 4-ün 3-ə olar. 4-ün 3-ə olar. Keçid Allah inşallah. Bura hazırda mətbəx olacaq. Buranın kabili vurulacaq, mətbəxin kabili. Qazımız, işığımız, suyumuz hamısı qaydasında olacaq inşallah. Yəni hazırda var, yəni mən belə deyim, işıq qalır, işıq da ev sahiblərindən qoyulub veriləcək. Bax belə bir otaqdır, bu da böyük bir otaqdır. Hardasa 4-ün 4-də bir otaqdır. Bura hazırda xırda işlər var, onunla görülüb veriləcək. Dəfə burada aboy olunacaq. Tavanazan hamısı emulsiyası, kraskası vurulub. Hamısı, hər bir otağın emulsiyası, kraskası vurulub. Biz kimi var, həyətimiz budur. Bax bu da 2 mərtəbədir hazırda evim. Bir dənə də otaq bu. 4-cü otaqdır hal-hazırda. Pəncərəsi var. Buranın da aboyu vurulacaq, patolog kraskalanacaq, təhvil veriləcək inşallah. Uşaqlarımızın da kafilləri vurulacaq, ayrı-ayrılıqdadır. Bir dənə aksesuar qoyulmuş ora. Həyətimiz də baxmayın belə bir vəziyyətdir. Evin sahibi tam buranı geniş şəkildə tam belə deyim də sizə yığışdıracaq, təmiz şəkildə təhvil veriləcək. Evimizin də belə bir görüntüsü var hazırda. Bax burada böyük bir zaldır. Buranın gələcək üçün nə etmək olar? Bax burada